Salam, xoş gəlmisiniz kanalıma. Bu kanalda çəkdiyim ilk sahur videosudur bu. Evdə oruç tutan tək mən olduğum üçün məni tək görürsünüz. Əgər siz də oruç tutursunuzsa, Allah tutduğunuz orucları qəbul etsin. Videonun başında menümüzdə nə olduğunu göstərdim. Mən səhərlər çox yemək yeyən biri deyiləm, amma sahura qalxmaq və yemək yemək uşaqlıqdan bəri məni çox həyəcanlandırır. Dünən marketdən özümə sahurda yemək üçün belə bir simit almışdım. İndi isə divanda uzanacağam və bir şeylər izlərkən simitimi yeyəcəm. Tam olaraq burada uzanacağım və səssizliyim və sabahın bu saatlarının dadını çıxardacağım. Yanında isə çayımla birlikdə. Və bu simiti böləndə mənə çox qəribə gəldi. İlk dəfədir ki, qara undan simit görürəm. Əslində pis deyildi, amma yenə də ilk dəfədir görürdüm. Əgər siz görmüsünüzsə, mənə bunu bildirin. Mən ilk dəfədir görürdüm. Türk simitidir, amma qara unla. Oruç tutsam da standart rutinlərimə davam etməyi sevirəm. Hər səhər günümü planlayaraq günə başlayıram. Və bu mənə motivə olur ki, gün sonunda hansı işləri görmüşəm, qarşısına tik atıram və mənim daha çox iş görməyimə beləliklə vəsilə olur. Bu ajandanı da yadınızdadırsa Temudan almışdıq. Çox bəyənərək istifadə edirəm, günümü planlayıram və mənə daha rahat olur ki, gün boyu mən hansı işləri görəcəm və hansı işləri görə bilmişəm. Bunu günün sonunda görə bilirəm. Bu saatlarda Adel yatıb, sahurdan sonra mən özüm də yatdım. Hər kəsə salam. Kanalıma hamınız xoş gəldiniz. Sabahınız xeyir olsun. Çox gözəl hava var. Yazın gəldiyini artıq hiss edirəm demək olar ki. Dedim ki, səhər tezdən duraq, hazırlaşaq, Adeli aparım biraz parka gəzsin. Mən də üzümə biraz makyaj edəcəm ki, biraz şəkil çəkdirim. Bu arada qızlar, kanalım 9000'i keçib və mən sizə söz vermişdim ki, kanalım 10.000 olanda, bu arada üzümdə də güneş kremi var, indi yayacağım. Hətta yaya danışım və sizə bildirmişdim ki, kanalım 10.000 olanda Instagram'ı açacağım və 10.000 olmağa az qalıb. Mənim Instagram səhifəm əslində, inşallah Adeşin səsindən arxadan mən başa düşürsünüz. Deməli, mənim Instagram səhifəm var idi, işlədirdim bloger olaraq, amma bir müddətdə dondurmuşdum. Çünki YouTube mənə daha səmimi, daha doğma gəlir, ona görə də YouTube'a keçmişdim. Amma indi yenidən Instagram'a qayıtmaq istəyirəm və istədim ki, kanalım 10.000 olsun. Sonra qayıdım və çox sağ olun ki, artıq 10.000'ə yaxınlaşır. Bu arada üzümə istifadə elədiyim güneş kremimi sizə göstərim. İnaf markasının güneş kremini istifadə edirəm. Çox gözəldir. Qiyməti 20 manatdır. SPF 50 içində var. Mən bunu Real Beauty'dən almışdım. Çox bəyənirəm. Qaşlarımı sabitləyəcəm. Çox qəşəngdir. Superstay'in məndəki nömrəsi 06'dır. Kanal kremini. Nəsə kirli görünür, amma bunun elə öz rəngi kirli bənövşəyi kimidir. Yəni yuyuram. Bir gün sizinlə fırçalarımı da yuyacam. Belə ərdirəm, amma sizlə birlikdə iş görəndə onda durub hər işimi görürəm. Buna ev təmizlik də daxildir. İndi isə bunu yaxşıca yayıram. Çox yüngül bir tonal kremdir. İndi isə öz dəri tonumda vitaminin qapatıcısını istifadə edirəm. Məndəki rəngi isə 20'dir. Bu tonalini mənim rəng tonumla bir ton elə bilirəm ki, açıqdır və örtücülüyü çox yoxdur. Daha çox çölə çıxanda əslində bunu istifadə edirəm. Səhv eləmirəmsə qiyməti 22 manat idi bu tonal kremin. Göz altlarımı əvvəlcə qaralığını örtmək üçün. Bu arada göz altlarımın birisi niyə qaralır? Kremim, baxımlarımı edirəm, amma Adelə görə gec yatıram, gec dururam və bu mənim göz altlarıma təsir edir. Ona görə göz altlarım qaralır istər-istəməz. Qurbandır mənim qızıma göz altlarım. Bronzer olaraq isə Mislim markasının bu bronzerını istifadə edəcəm. Ənlikdə isə Benefit markasının çox sevdiyim bir rəngdir və artıq demək olar ki, bitib. Bunu mən set olaraq almışdım. İçində 5 dənə idi. Benefit'in 80 manat idi. Ənlik, highlighter və bronzer set idi. Bronzerlarını bitirmişəm. Ənliyində bu qalıb, amma bir dənə bitirmədiyim highlighter qalıb. Göz altlarıma konseller keçəcəm. Mənim ən sevdiyim L'Oreal'ın 326 nömrəsidir məndə. Adelin də bu arada dişi çıxır. Ona görə arxada əlinə nə keçirsə ağzına soxur və dişləyib onu bitirməyə çalışır.
Baxın, indi daha yaxşı oldu. Əgər mən Pramoy bu ağ konsileri gözümün altına vursaydım, gözümün altı boz rəngdə görünəcəkdi. Ona görə indi daha yaxşı görünür. İndi göz pınarlarıma biraz aydınlıq verəcəm. Və bunu xoşlayıram ki, belə gözümün üstünə doğru yayım. Burada yenə işığı qoşmuşam. Üzümdə nə varsa hamısını bir-bir olmayan şeyləri belə göstərir. Sağ olsun. Biraz da başımın altına. Pudrada isə Glam markasının transparent pudrasını istifadə edirəm. Təəssüf ki, satışdan qaldırılıb. Keçirəm tuja. Tujda isə keçən dəfə yadında sistem Bahar Store'dan almışdıq bu. Eveline'ın tujunu istifadə edəcəm. İndi isə keçirəm dodaq boyasına. Dodaq boyasında Miss Tales'in 764 nömrəsini istifadə edirəm. Saçlarım isə kirli olanda ya quru şampuan istifadə edirəm və yaxud da ki, belə yığıram. Saçlarımın bəzi hissələrində isə saç stikindən, vaksından istifadə edirəm. Çünki bebək saçlar küləkdə otururlar. Shortslarda sizinlə bu saç stikini paylaşmışdım. Çox qəşəngdir, çox bəyənirəm mən. Qiyməti 3 manat idi. Temudan əldə etmişdim. Bu formada saçımın daha da səliqəli olduğunu düşünürəm. Mən bu saç toplama stilini Pinterest'te görmüşdüm və çox bəyənmişdim. Əvvəlcə saçınızı ortadan ayırırsınız və çox sıx bir şəkildə yığırsınız. Ondan sonra isə buraraq sizə göstərdim burada. Belə topuz halına gətirirsiniz. Həm dağınıq, həm də özənilmiş kimi görünür. Çox bəyənirəm. Məncə kirli saçların qurtarıcı bir modeldir. Adeli təmiz havaya çıxardanda bir ana olaraq özümü çox xoşbəxt hiss edirəm. Həm o təmiz hava almış olur, həm də mən. İnanın, hava insanın bütün modunu dəyişdirə biləcək bir gücdədir. Hələ ki, günəşli bir havadırsa, möhtəşəm. Mən bu parkı isə çox sevirəm. Bizim evin yaxınlığındadır. Adeli belə günəşə qoyuram və özüm otururam, işlərimi həll edirəm. Yadınızdadırsa, bu ajandanı sizə göstərdim videonun başında. Daha ətraflı göstərmək istəyirəm. Temudan almışam, günlərimi və həftəmi planlamağı sevirəm. Saat 1-də evdən çıxmışıq bu arada. Saat 4-dür. 3 saatda Adiş havada yatıb. Mən də videomu editlədim. Burada görsün dəftərlərim var. Günlərimi planladım, işlərimi gördüm, videomu editlədim, qutardım, qoydum yüklənməyə və gözləyirəm ki, Adel dursun, gedək evə və mən iftara hazırlıq görüm. Təmiz havaya çıxanda çox qəşəng yatır. Adil isə yuxudan oyandı. Yaxşı ki, yanımda termosda isə su götürmüşdüm, yeməyi də götürmüşdüm. Çünki 3 saatda yatır, düşündüm ki, evə gedənə qədər birdən yolda ağlayar. Ən yaxşısı elə havada yeməyini yedizdirim və evə gedənə qədər də onsuz da yenə ətrafa baxa-baxa yatıb qalacaq. Və istədim ki, bu videoda sizə Rosmana getmişdim dünənləri. 1-2 gün sonra dayım qızının ad günüdür. Mən də Rosmandan ona 1-2 məhsul almışdım. Təəssüf ki, orada çox çəkə bilmədim. İndi evə gedək, sizə hər birini göstərəcəm. Deməli qızlar, gəlin sizə Rosmandan aldıqlarımı göstərim. Bu arada bunlar uşaq məhsullardır, amma Adel üçün deyil. Mən bunları almışam dayım qızı üçün. Çünki onun ad günüdür ayın 14-ü. Bilməm bu videonu nə vaxt paylaşacağam. Oradan kadrlar paylaşacağam ya yox. Amma istədim ki, bugün Rosmana getmişdim. Aldıqlarımı sizinlə də paylaşım. Əslində burada gördüyünüz bu 3 məhsul Rosmandandır. Bunları isə başqa yerdən almışam. Gəlin başlayaq. Birinci belə bir Mini Me markasının Detski şampun gel və lece üçü birində bir gelidir, şampunudur deyək. Belə açım buradan sizə də göstərim. Düşündüm ki, bu arada Zeynəbin, yəni dayım qızının
10 yaşı var. Düşündüm ki onun üçün belə baxım məhsulları maraqlı olacaq. Bu formada bir şampundur. Üz yumaq üçün istifadə edə bilər. Sonra belə çox şirin əl kremi var idi. Çox bəyəndim. Bunun qiyməti səhv eləmirəmsə 2 manat idi. Rossmanda satılır və endirimsiz qiyməti idi bu. Sonra belə dodaq balzamı almışam, amma bunu açmayacağam. Görüntüsü çox qəşəngdir və çox şirindir. Burada sadəcə rəng vermir, sadəcə nəmləndirmək üçün çantasına ata bilər. Sonra evə qayıdarkən bir obaya girmək istədim və orada belə bir büzgü gördüm və kaşlok gördüm. Düşündüm ki, bunu da yanına əlavə edərəm, şirin görünər. Belə bir kaşlok aldım obadan, çox qəşəngdir. Unicornlu. Bunun birində Adele aldım, Adele'nin oyuncaqlarına və yadınızdadırsa bir videomda göstərmişdim ki, Adele belə bir güzgü aldım. Bu güzgünün eynisindən də Zeynəb üçün aldım. Çantasına atar və məktəbə aparar deyə düşündüm. Məncə aldıqlarım çox şirindir, çox qəşəng görünürlər. Ümid edirəm ki, Zeynəb də bunları bəyənəcək. Bir də yanına belə bir şey qoymaq istədim. Bunu əslində mən özüm üçün almışdım, amma heç istifadə eləmədim. Baxın, belə şirin. Bunlar markerlərdir uşaqlar üçün. Bunu əslində mən elə özünü Rossmandan almışdım. Rossman paketini atmışam. Məndə belə bir qab var idi. Onun içinə qoydum. Məndə çox şirin görünür. Özü içinə tam oturdu. Sanki özünün qabıymış kimi. Amma mən bu qabı Türkiyədən almışdım. Belə içinə də bu markerləri qoydum. Elə bu markerlər Rossmanda satışda var. Özüm üçün almışdım, amma heç istifadə eləməmişdim. Düşündüm ki, Zeynəb üçün maraqlı olar. Bunu da içinə belə yerləşdirdim. Bu paketi çox bəyəndim. Düşündüm ki, hamısını bunun içinə yığaram və o formada verərəm. Gəlin birlikdə yığaq bunları. Və bu formada oldu. Deməli, bugün iftar menümüzdə makaron var. Bu qaymaqlı soslu makarondur. Əvvəlcə qaymağı və ədviyyatları tökürəm, bir damcı da su. Onu yaxşıca bişirirəm. Ondan sonra makaronu qıraqda qaynatdığım üçün içinə əlavə edirəm. Və bir də sosun içərisinə mən sarı pendir də əlavə edirəm. Çox qəşəng olur. Dad olaraq verir. Bunun içində həm qaymağın içində sarı pendir də var, Holland pendiri və qıraqda qızardıb belə toyuq ətini qızardıram yağda. Ondan sonra isə belə Sezar salatında olduğu kimi uzun-uzun doğrayıram və içinə əlavə edirəm. Olur möhtəşəm. Bunun içinə göbələk də çox yaxşı gedər. Əlimdə göbələk yox idi, amma çox vaxt mən göbələklə hazırlayıram. İftara da 5 dəqiqə qalıb. Mənim tək kişilik iftar süfrəm, suyum, hər şeyim buradadır və yeməyimin gözəlliyi. Özüm pişirmişəm deyə demirəm, çox dadlıdır. Doğrudan həqiqətən çox dadlıdır. Belə toyuq ətlərdir, makarondur, qaymaqla, sarı pendirli içində. İftardan sonra çimdim, baxımlarımı elədim, makyajımı sildim, göz patçalarımı qoydum və gəldim ki, sizinlə sağollaşım. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Əgər videonu bəyəndinizsə, bəyənə basmağı unutmayın. Adele məni təsdiqləyir, bəyənin və zəhmət olmasa kanala abunə olun mütləq. Başqa videolarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik!